Hesab edirəm ki, hələlik müdaxilə yox, amma hazırlıq mərhələsində olmalıyıq. Çünki bayaq söylədiyim kimi müharibə quru qoşunları və o şəkildə müdaxiləyə çəkilərsə, istər-istəməz Azərbaycan və Türkiyə oradakı soydaşlarımızı müdafiə eləməklə ötürü müəyyən addımlar ata biləcəklər. Xüsusən də Kürd terror təşkilatlarının Azərbaycan üzərindən hər hansı bir oyununa, belə deyim ki, qol qoyarlarsa, ki bu yaxında bildiniz özünüzdə, hətta onlar Urmiyanı falan işğal eləməkdən ötürü də hazırlıq gedilmiş onlarda. Olarsa təbii ki, müdaxiləyə qaçılmaz olacaqdır. Amma məsələ budur ki, bugün yox, bugün qonşuluq siyasəti o imkanı bizə vermir ki, hər hansı bir açıq müdaxiləni biz eləyək. Biz sadəcə olaraq daimi siyasətimiz üzərində dayanmalıyıq. Siyasətimiz milli və tarixi maraqlarımız üzərində qurulub və prezidentimiz də dəfələrlə Cənubla bağlı, orada yaşayan soydaşlarımızla bağlı çıxışlarını da deyib və bu yaxında Şuşada da media forumunda da möhtərəm prezidentimiz çox ciddi mesajlar verdi. Yəni ərazi elə bir strateji ərazidə yaşayırıq ki, biz hər daim hazırlıqlı olmalıyıq. Heç də elə bilməyək ki, müharibə bitib, heç də elə bilməyək ki, gərginlik, stres bitib, heç də elə bilməyək ki, hər şey gözəldir. Biz ən pis varianta belə hazır olmasaq, regionda stabil, belə deyim ki, həyatı nə özümüzə, dövlətimizə, nə xalqımıza yaşatdıra bilməyəcəyik. Ona görə də bəli, biz də dünya siyasətinin bir parçası kimi Cənubda yaşayan soydaşlarımızı müdafiə etməklə yanaşı, eyni zamanda o siyasətin bir parçası kimi addımlamağa məhkumuq İlqar bəy. Ondan kənara da çıxa bilməyəcəyik. Mən həmişə söyləyirəm, bizim üçün əsas vacib məsələ müstəqil Azərbaycan Respublikasını qorumaqdır. Yəni, burada şanlı üç rəngli bayrağımız dalğalanır. Bu Respublikanın var olması, davamlı olması, əbədi olması, güclənməsi bizim əsas prinsipimizdir. Onun kənarında da soydaşlarımız təkcə Cənubi Azərbaycanda deyil, hər yerdə yaşayırlar. Bizlə həmsərhəd ölkələrin hamısında yaşayırlar. Dünyanın hər yerində yaşayırlar. Onun kənarında da bütöv dünyanın hərəsində yaşamasından asılı olmayaraq soydaşlarımızı müdafiə etmək, tarixi varisi ənənəsi üzərindən tarixi torpaqlarımıza hüquqi baxımından da, həqiqi baxımından da, tarixi baxımından da iddia etmək bizim borcumuzdur. Mən hesab edirəm ki, bu proses əslində çox da çəkməyəcək İlqar bəy. Çünki deyir, görünən dağa nə bələddir. Həqiqət budur ki, bir ciddi proses, qanlı qadalı bir proses başlayıb. Və bu da günü-gündən mən dediyim tərəfə doğru gedir. Baxın, Naxçıvana dron atılandan sonra möhtərəm prezidentimiz səfərbərlik elə elədi, düzdürmü? O səfərbərlik, bəli, o vəziyyət indi səngiyibmi? Yox, dəyişən bir şey yoxdur. Demək olar ki, həmin təhlükələr bizim qalır. Səfərbərlik yerindədir. Bu o deməkdir ki, dövlətimiz və dövlət başçımız təhlükənin nə qədər dərəcədə ciddi və yaxında olduğunu bilir. Biz çox ciddi bir hazırlıq ərəfəsindəyik. Ancaq mən bu sözümün son olaraq deyim ki, Cənubi Azərbaycanın əhəmiyyəti Azərbaycan Respublikası üçün elə bizim dövlətçiliyimizin əbədi qalması qədərdir. Yəni, Cənubi Azərbaycanın istər müstəqilliyi, istər İranda bir türk dövlətinin yenidən qurulması, istər bütöv Azərbaycanın yaranması fərqi yoxdur. Bu, bizim dövlətimiz üçün əsas siyasi xətt olmalıdır. Çünki biz elə bir regionda yaşayırıq ki, yuxarımız Rusların davamlı olaraq hücumuna məruz qalan ərazilər, aşağı tərəfdə Farsların, elə deyilmi? Demək, biz əbədi olmaqdan ötürü ərazimizdən kənarda müharibəni və sülhü özümüz üçün bərqərar etməliyik. O da haradır? Bugünkü İran ərazisi. Orada kimlər yaşayır? Azərbaycan xalqı. Biz oradan başlamalıyıq, Şirazdan, İsfahandan başlamalıyıq. Əgər biz orada Azərbaycanı müdafiə eləməyə başlamasaq, sabah məcbur olacaq ki, Zəngəzur dəhlizində, öz ərazilərimizdə, öz sərhədlərimizdə hər hansı bir mənfur qüvvə ilə mübarizə aparaq. Hər halda, bu da gedişat daxilində mütləq ki, vacib qeyd olunması önəmli olan məqamdır. Çünki yenə də qeyd edirik, bildiririk, dəfələrlə də insanlarımıza buradan üzümüzü tutub çatdırırıq ki, kimlərinsə təbliğatı və təsiratını düşünməliyik. Azərbaycanın milli maraqları var. Milli maraqlarımız da dövlətçiliyimizin qorunması və bunun daha da gücləndirilməsinə hesablanır. İstənilən məsələdə biz düşünməməliyik ki, hansısa qüvvələr elə Qarabağ məsələsi ilə bugünkü
problemlərin yekunlaşması ilə Azərbaycandan əl çəkəcəklər. Bu qətiyyən belə deyil. Azərbaycanın, Türkiyənin, Türk dünyasının planları çox genişdir, çox böyükdür. Bunu böyük güclər də, güc olmaq istəyən digər qüvvələr də hamısı görürlər. Onların əlaltıları da bu prosesdə hər an fəaliyyətə keçmək üçün və ya bizə zərbə endirmək üçün məqam gözləyirlər. Ermənistan bugün sülh istəyə bilər, sülh arzusunda ola bilər. O demək deyil ki, Ermənistan deyil, hər şey bizim düşündüyümüz bir tipli rəngdədir və Ermənistan doğrudan da sülh hər şeyin kimi görünə bilər. Və ya başqa qüvvələr, başqa dövlətlər haqqında da bunu demək mümkündür. Elə qonşularımızla baxdıqda da, Rusiyasına da, İranına da, Ermənistana da bunlara tarixən heç zaman güvənə bilmərik. Güvəndiyimiz anda başımıza nələr gəlib, gətiriblər, bunu da bilirik. Keçmiş tarixdən dərs çıxarmalıyıq və bugünkü nəticələrlə baxdıqda bir daha görməkdəyik ki, belə bir ağır dönəmdə təhlükəsizlik məsələsi birinci dərəcəli mövzu olaraq qalır. Əbəs yerə deyil ki, yenə də müxtəlif görüşlərdə, toplantılarda bununla bağlı dövlət rəsmiləri ilə Prezident əməliyyat başda olmaqla daim fikirləri təkrar edirlər ki, bu qüvvələr bizdən əl çəkməyiblər. Nəinki bugün, heç zamanda əl çəkmək istəməyəcəklər. Bunu Şuşa Qlobal Media Forumundakı çağırışlarda da bir daha görürük. İstərdim buradan bir daha insanlarımıza, güneyli soydaşlarımıza üzünüzü tutaraq çağırışımızı edək və sizin fikirləriniz məncə bu baxımdan çox yerinə düşəcək ki, soydaşlarımız nə etməlidir, necə davranmalıdır? Belə həssas, belə bir çətin dönəmdə rejimin baskılarına, təzyiqlərinə, onlara qarşı nümayiş etdirdiyi bu aqresiyaya necə güc gəlməlidir, necə sinə gəlməlidir və mübarizəmizin əsasında nə dayanmalıdır, buna necə davranmalıdır? Bugün bilirsiniz, proses biraz dəyişibdir. Biz, məsəl üçün, vaxt var idi, ana dili və milli haqlar üzərində Cənubi Azərbaycanda xalqımızın mübarizəsinin şahid olurduq. Sonra bir dönəm Urmu gölünün quruması ilə bağlı mübarizələrin şahid olduq. Amma bugün görürük ki, Urmu gölü tam dolmasa da müəyyən qədər su gəldi, Allahın bərəkəti ilə yağışlar yağdı və o problem bir növ yüngül nigarançılıqla dəyişdi. Eyni zamanda bugünkü müharibə artıq ana dili, milli dəyərləri ikinci tərəfə qoyubdur. Bugün ərazi problemimiz yarana bilər deyə cəmiyyətimiz əslində oyaq olmalıdır ki, əsasən İraq və əsasən daha doğrusu İraq tərəfdən hər hansı bir terror dəstələrinin müdaxiləsinin şahidi olmayaq. Cənubi Azərbaycanlılar bunu dəfələrlə yaşayıblar. Baxın, 1950-51-ci illərdə noyabr hadisələri var, İran İnqilabı ərəfəsində Qasımlı hadisələri var, ondan qabaq da olub, sonra da olub, dəfələrlə Azərbaycan ərazisində işğal cəhdləri olubdur. Erməni, Kürd, Assuri birləşmələri, terror birləşmələri. Dəfələrlə bizim üzərimizə gəliblər Urmiyəni, Sulduzu və belə deyim ki, Mahabadı, Üçnəviyyəni, Piranşəhəri, Savəni, bir çox yerləri, Pavəni, özü istəyirəm, işğal eləməyə çalışıblar. Bizim bugün ən böyük problemimiz ərazimizin, belə deyim ki, azad və rifahda qalmasıdır, qorunmasıdır. Ona görə də mən əslində çağırış yox, amma təklif eləyərdim ki, cəmiyyətimiz bu məsələni mütləq diqqətdə saxlasın, oyaq olsunlar və Allah eləməsin, elə olmasın ki, biz həm də orada növbəti dəfə, Allah eləməsin, yəni təkrar eləyirəm, bir ikinci Qarabağ problemi ilə öz-üzə qalaq, yəni torpaqlarımız işğal olsun və o faciə bizlərə yaşansın. Qaldı ki, rejimin baskıları dəyişməyib ki, Heydər bəy. Dünənə qədər dil və mədəniyyət üzərindən baskı var idisə, bugün sosial rifahı cəmiyyətə təhlükədədir. Bugün cəmiyyət yeyə bilmir, çörək tapa bilmir, pul qazana bilmir, işləyə bilmir və doğrudan da elə bilirəm ki, çox çəkməz ki, dövlətlə bərabər cəmiyyət də artıq biz bankrot olar. Yəni, yoxsulluq səviyyəsi kifayət qədər artar. Ona görə də inanın ki, bugünkü İranda yaşayan istər Azərbaycan cəmiyyəti, istər digər cəmiyyətlər Heydər bəy diri qalmağa çalışırlar.